Bugünkü videomuzda nisbəti, tənasibi, düz və tərs mütənasib kəmiyyətləri öyrənəcəyik. Nisbət nədir? Nisbət bir kəmiyyətin digər kəmiyyətə bölünməsindən alınan qismətə nisbət deyilir. Və yaxud da belə də deyə bilərik. A kəmiyyətinin B kəmiyyətinə bölünməsindən alınan qismətə nisbət deyilir. Və adətən A böl B, yəni bildiyimiz bölünmə işarəsi kimi ifadədə oluna bilər. Yəni işarə edə bilərik və yaxud da ki, bundan öncəki mövzumuzda dediyimiz kimi A böl B, yəni kəsr xəttimiz də bölünməni göstərdiyinə görə belə də yaza bilərik. Nisbət, məsələn, bizə deyər ki, 3/4-ün neçə hissəsidir? Alarıq 3 böl 4 yazarıq. Və yaxud da deyərik ki, 7 saat günün neçə hissəsidir? 7-ni bölərik 24-ə. Nisbətdə əsas məsələ öyrənəcəyimiz nədir? Əgər bizim A böl B nisbətimiz, A böl B nisbətimiz birdən böyük olarsa nəyi ifadə edir? A böl B nisbətimiz birdən kiçik olarsa nəyi ifadə edəcək? Əsas bunu öyrənirik. Və təbii ki, A böl B nisbəti 1-ə bərabərdirsə, nədir? Burada A da B də bir-birinə bərabərdir. Bu aydın məsələ. Yəni çarpaz vururuq bunu. Bax, təsəvvür edək ki, məxrəcində 1 var. A bərabər B alınır. İndi qaydırıq. A böl B nisbətimiz, bir dəqiqə, A böl B nisbətimiz əgər birdən böyük olarsa nəyi ifadə edəcək? A böl B nisbəti birdən böyük olanda A ədədinin B ədədindən neçə dəfə böyük olduğunu göstərir. A ədədinin, bax qeyd eləyə bilərik, A ədədinin B ədədindən neçə dəfə böyük olduğunu göstərir. Yəni, buna misal olaraq deyək ki, tutaq, bölək 28-i, bölək 7-yə. Nisbətimizin cavabı nə alınır? 4. Birdən böyükdürmü 4? Bəli. Birdən böyükdür. Onda deyirik ki, necə dedik? A ədədi B-dən neçə dəfə böyük olduğunu göstərir. A ədədimiz nədir? 28. B ədədimiz nədir? 7. 28 7-dən neçə dəfə böyük oldu? 4 dəfə böyük oldu. Təkrar edirəm bir də. A böl B nisbəti birdən böyük olarsa, A ədədi B ədədindən neçə dəfə böyük olduğunu göstərir. Və yaxud da ki, A böl B nisbətimiz əgər birdən kiçik olarsa, tutaq ki, bax, elə deyək, tutaq 3 böl 9 olsun. 3/1 alırıq cavabı. 3/1 də nədir? Birdən kiçik. Bunu bundan öncəki mövzumuzda öyrənmişdik. Bütün düzgün kəsirlər 0 və 1 arasında yerləşir və bu da birdən kiçik alınır. Əgər nisbətimiz birdən kiçikdirsə, A ədədi B-nin hansı hissəsini, yəni A ədədi B ədədimizin hansı hissəsini təşkil edir? Hansı hissəsini təşkil edir? Onu öyrənirik. A ədədi B-nin hansı hissəsini təşkil edir? Bax, yoxlaya bilərik. Deməli, 3/1-in hissəsini, 3/1 hissəsini təşkil edir. 3 ədədi 9-un 3/1 hissəsini təşkil edir. Yəni, necə yoxlayarıq? 9-u vuraram 3/1-ə. Ədədə görə hissəsinin tapılması. Cavab olar 3. Deməli, nə dedik? A böl B nisbəti birdən kiçik olarsa, A ədədi B ədədinin hansı hissəsini təşkil edir? Və yaxud da neçə dəfə kiçikdir? Bunu ifadə etdi. İndi isə keçdik tənasübə. Tənasüb iki nisbətin bərabərliyinə deyilir və gəlin yazaq. Tutaq ki, bizə 2 dənə nisbət verilib. A böl B nisbəti bərabərdir C böl D-yə. Aydın məsələdir ki, bunu necə yaza bilərəm? Həm də kəsirlə yazıb ifadə edə bilərik. Aha, burada A və D kənar hədlər, kənar hədd, kənar hədlər, B və C isə orta hədlər olur. Tənasübdə əsas olaraq bilməli olduğumuz nədir? Tənasübün əsas xassəsi. Tənasübün əsas xassəsi belədir ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni, bax, yuxarıda yazdığımız nədir? A böl B bərabər C böl D-yə. Onda necə olacaq? A vur D bərabərdir B vur C. Və yaxud da bu yan tərəfdə kəsirlə yazdığımız var. Bax, bu yan tərəfdə kəsirlə yazdığımızı da ifadə edə bilərik. Aha, bunu da yenə eyni qaydada çarpaz şəkildə vuraram. Çarpaz şəkildə vururam. A vur D, B vur C kimi ifadə edirik. Bu əsasən, bax, bunu əsasən də belə də yaza bilərik da biz. Tutaq ki, normal olaraq bizim nisbətimiz belədir da. A böl B bərabərdir C böl D.
Burada əsas məsələ A vur D bərabər B vur C almaqdır. Yəni kənar hədlər vuraq orta hədlər olmağıdır. Yəni burada biz A-nın, C-nin yerlərini dəyişdirə bilərəm, D-nin, B-nin yerini dəyişdirə bilərəm. Məsələn, bunu başqa cür ifadə eləyərik, belə olar. Məsələn, B ilə C-nin yerini dəyişdirdik. Olar belə. Bax, B böl A bərabərdir D böl C. Yenə nə alınır? Çarpaz vuranda A vur D, B vur C alınır. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Sonra, məsələn, yaza bilərəm belə. A böl B bərabərdir A böl C, üzr istəyirəm bir dəqiqə. A böl C bərabərdir B böl D. Yenə nə alınır? Yenə çarpaz vuranda A vur D bərabər B vur C alıram. Kənar hədlərin hasili orta hədlərin hasilinə. Yenə eyni qaydada. Sonra, məsələn, yaza bilərik. C böl A bərabərdir D böl B. Yenə eyni çarpaz vuranda A vur D bərabər B vur C. Görürsünüz, yəni tənasübü bir neçə formada yaza bilərik. Əsas məsələ nə oldu? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olsun. Tutaq ki, bizə desin 48 böl 8 bərabərdir 36 böl x. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olsun. Bir dəqiqə uşaqlar. Aha. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 48x bərabərdir 36. Biraz bunu böyüdüm. 36 vur 8-ə. Bunu 36-yı 8-ə vurub 48-ə də bölə bilərsiniz və yaxud da ki, elə kəsirlə yazıb bunu ixtisarda edə bilərsiniz. Məsələn, 48-dən 8 ixtisar gedər. Burada yuxarıda bir aşağıda 6 qalar. 6-nı da 36-yı da 6-ya bölərik. Cavab olar 6. Yəni nə aldım? Bax, 48-i 8-ə böləndə də 6 alırıq. 36-yı 6-ya böləndə də 6 alırıq. Yəni 6 bərabərdir 6. Bunu keçdim. Bir də tənasübün bilməli olduğunuz bir qaydası da var ki, tutaq bizə deyir A böl B bərabərdir C böl D-yə bərabərdir N böl M. Aha, burada nəyi bilməliyik? Burada onu göstərir ki, yuxarı sətirdə verilənlər, sürətdə verilənlərimiz A plus C plus N. Bir də məxrəcdə aşağıda verilənlər cəmləri bir-birinə bərabərdir. Məsələn, nümunə kimi yazaq. Tutaq olsun 4-də 2 bərabərdir 8-də 4 bərabərdir 2-də 1 bərabərdir. İndi toplayaq bunları. 2, 4, 1 eləyəcək bura. Deməli, 7. Bir də aşağı neçə elədi? 14. 14-də 7-ni mən ixtisar eləsəm, nə alıram? 1, burada 2. Gördünüz? Yəni, 3-ünün də cavabı 2-də 1 idi. Yəni, 3-ünü də, bax, 4-də 2-ni ixtisar eləyərəm 2-də 1, 8-də 4-ü ixtisar eləyərəm 2-də 1, 2-də 1 və bunların cəmi də 2-də 1-ə bərabərdir. Bir də onu göstərim ki, deməli, əgər bizə belə bir yazı verilibsə, A böl B plus 1, bura B-dir, bərabərdir, C böl D plus 1 olarsa, burada məxrəci B yazıb, yəni təsəvvür edin ki, bunun məxrəcdə 1-dir da, sadəcə yazmırıq. Ehtiyac yoxdur. B, A plus B bərabərdir. Məxrəc olur D. Bir də C plus D olur. Düz mütənasiblik, düz mütənasib kəmiyyətlər. Düz mütənasib kəmiyyətlər nə deməkdir? Deməli, əgər bir-birindən asılı iki kəmiyyət varsa bizdə, bu kəmiyyətlərdən biri artarsa, digəri də artırsa və yaxud da ki, birinci kəmiyyət azalanda, ikinci kəmiyyət də azalırsa, bu olur düz mütənasib kəmiyyətlər. Sizə indi bunu çox gözəl, qısa yolda başa salacağım. Şagirdlərimə hər zaman eyni misal gətirirəm. Deyirəm ki, məsələn, çörək zavodunda çörəyin çəkisini artırdıq. Çörəyin çəkisi artanda qiymətini də artırırıq. Və yaxud da çörəyin çəkisini azaltdıq, qiymətini də azaldırıq. Bu nə olur? İki kəmiyyət eyni anda artdı, iki kəmiyyət və yaxud da eyni anda azaldı. Buna deməli deyirik biz düz mütənasib kəmiyyətlər. Düz mütənasib kəmiyyətlərdə deməli A artanda B də artır. A azalanda B də azalır. Sonra tutaq ki, bu bizə necə çıxır? Qabağımıza belə çıxa bilər ki, deyək ki, 3 kiloqram almanı aldıq 5 manata və bizə deyir ki, 9 kiloqram almanı neçə manata ala bilərik? Manat. Neçə manata ala bilərik? Burada ilk öncə diqqət eləməliyik. Eyni kəmiyyətlər, yəni məsələn kiloqram, kiloqram, manat, manat alt-alta olsun, eyni yerdə olsunlar. Düz mütənasiblikdə bunu x formasında həll edirik. Yəni tənasübümüzü x formasında həll edəcəyik. Yəni 3x bərabər 9 vur 5. X də bərabərdir neçəyə? 15-ə.
X da bərabərdir 15-ə. Aha, düz mütənasiblik bu qədər. Sonra bizə deyə bilər ki, düz mütənasib hissələrə ayrılma. Bundan da danışaq qoy. Tutaq ki, bizə deyir 60 ədədini 1, 2, bir də 3 nisbətində düz mütənasib hissələrə ayırmışıq. Nə edirik? Onda bir dənə K sabiti götürürük. Yazıram. K plus 2K. Bu deməli olur K, 2K və 3K. Üstə gələk 3K. Bərabərdir 60-a. Aha, toplayıram K'larımı, eləyir 6K. Bərabərdir 60-a. Bərabər olur bu da K'mız 10-a. Bizdən məsələn böyük ədədi, böyük hissəni soruşar, kiçik hissəni soruşar. Artıq burada K'larda qiymət qoyuruq. Tutaq ki, kiçik hissəmiz 10-dur. Sonra 2K'nı hesablayıram. 2 vur 10. Böyük hissəni soruşsaydı 3 vur 10. Belə yaza bilərdik. Aha, bir dəqiqə. 3K bərabərdir 3 vur 10. 30 kimi hesablaya bilərdik. Bu oldu nə? Düz mütənasib hissələrə ayrılma. İndi isə keçək tərs mütənasib kəmiyyətlər. Tərs mütənasib kəmiyyətlər nədir? Tərs mütənasib kəmiyyətlərdə yenə 2 dənə aslı bir-birindən aslı kəmiyyətlər varsa və bu bir-birindən aslı kəmiyyətlərdən biri artanda, yəni A artanda B azalırsa və yaxud da gəlin bunu fərqli rənglə eləyək. A azalanda B artırsa, bu deməli nə olur? Tərs mütənasib kəmiyyətlər. Tutaq ki, belə bir məsələ verir bizə və biz buna tənasüb qurmalıyıq. Deyir 5 fəhlə bir işi 8 günə görür. 5 fəhlə, yenə deyirəm, eyni kəmiyyətlər alt-alt olmalıdır. 5 fəhlə 8 günə işi görür. 10 fəhlə işi neçə günə görər? İlk öncə uşaqlar, tutaq ki, bu sizə mən indi tutaq ki, tərs mütənasibliyi izah eləyirəm. Bunu bildiniz ki, bu tərs mütənasibdir. Amma normalda bizdə misalda qabağımıza çıxmış ki, bu tərsdir. Yəni özləri vermir ki, bu belə misallarda bu tərsdir, düzdür. Bunları biraz məntiqlə tapmaq lazımdır. Yəni düşünmək lazımdır ki, fəhlənin sayını artıranda bunların işləyəcəyi günün sayı azalır. Yəni biri artanda biri azalır. Onda nə olur? Bu tərs mütənasib olur. Tərs mütənasibi də qarşı-qarşıya vururuq. Qarşı-qarşıya vururuq. Yəni 5-i vururam 8-ə. 5-i vurduq 8-ə, onu da vururam x-a. Buradan da 5 dəfə 8-imiz elədi 40. X-i da tapanda 40-ı bölürük 10-la. O da edir 4. Deməli 10 fəhlə neçə günə görəcək? 4 günə. Aha, deməli tərs mütənasib hissələrə ayrılmadan danışsaq, tutaq ki, bizə deyir 66 ədədi 2, 3 və 6 nisbətində tərs mütənasib, bax vurğuluyur, tərs mütənasib hissələrə bölünmüşdür. İlk öncə onu deyək ki, ədədin tərsi nə idi? Ədədin tərsi onun hasilinin 1 olduğu idi. Yəni 2-nin təsəvvür edək ki, məxrəci 1-dir. Bunun tərsi nə olur? Yəni sürət məxrəc elə bil yerini dəyişir. 2-də 1. Həqiqətən də 2-də 1-i 2-yə vurun. Hasil nədir? 1. Tutaq ki, və yaxud da kəsrlə olardı. 5-də 4. Bunun tərsi nədir? 4-də 5. Deməli, tərs mütənasib deyəndə nədən istifadə edəcəyik? Ədədin tərsində. Düzdə olduğu kimi hesablayırdıq. Məsələn, 2x, 3x, 6x yazıb hesablayardıq. Amma tərsdə tərsinə çevirəcəyik. 2-də 1x, üstə gələk 3-də 1x, üstə gələk 6-da 1x. Bərabərdir 66-ya. Ortaq məxrəcləri 6-dır. 6-yı 2-yə bölürəm 3. Üstə gələk birinci kəsirləri toplayırıq. Bura 2, bura 1. Yanına da x-i yazdım. 66. Aha, bu eləyir mi? 6-da 6x. Bərabərdir 66-ya. X-lar ixtisar getdi. Getdi. Qalır x bərabərdir 66-ya. Tutaq ki, məsələmizdə də bizdən istəsin ən kiçik hissəsini və yaxud da ən böyük hissəsini və yaxud da hamısını istəyər. Məsələn, variantlarda deyər, bu hissələri tapın. Onda nə edərsiniz? Gətirərik. Bax, burada yox ha. Cavabda yox. Bax, burada. Gətirib yerinə qoyuruq. Şərtdə yox. Burada yerinə qoyuram. 2-də 1 x-dır. Bərabərdir. 2-də 1-i vururam 66-ya. Eləyir 33. İndi bu sizin təbii ki, şərtinizə bağlıdır da sizdən nə istədik? 3-də 1-i vururam 66-ya. Bərabərdir 22 və yaxud da ki 6-da 1-i vururam 66-ya. Bu da eləyir 11. Aha. Bu da oldu deməli tərs mütənasib hissələrə ayrılma.
Bu mövzumuz bu qədər. İnşallah ki, faiz mövzusunda görüşərik.